Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Mən Ayan. Bu gün məktəbdən gəlmişəm və sizə bir günümün necə keçdiyini göstərəcəm. Əvvəlcə saçımı göstərirəm və hazırsınızsa başlayaq. Bütün günümü yataraq və telefona baxaraq keçirdikdən sonra saat 5-də sufle hazırlamağa qərar verirəm. Malzemələri gördünüz və burada hazırlayıram. İçinə mən şokolad da qoyuram ki, yəni elə içindən axsın və hazırlayıram. Burada da sizə necə olduğunu göstərirəm, amma içi çiğ çıxır. Nəysə ki, sadəcə ortası çiğ idi. Bunu 3 dəfə yoxlamışam və ikisində içi çiğ çıxıb. Əvvəlinizdə isə içi pişmişdi. Deməli, duşa girdim dostlar. Belə 1 saatdır da duşda ilişib qalmışam, su xarab oldu deyə. Kombinim də belə. Yes. Saçımı bu arada corabla şəkilləndirəcəm. Onu da sizə indi göstərəcəm birazdan. Bu arada dostlar, yeni güneş kremi almışam. Yəni həminkindən də, amma bu səfər başkasını almışam. Çünki o bitirdi artıq. Və mini bir baxım eləyəcəm. Dodaq nəmləndiricisi və əl kremi ilə bir yerdə. Saçımızı corabla şəkilləndirmək üçün əvvəlcə üstdən bir sancaqla tutdururuq və corabı və başlayırıq sarmağa. Amma hörük formasında və ya qarışıq sarmayın. Mənim göstərdiyim kimi dolaşdıraraq sarın. Bunu bu arada normalda mən saç kremi ilə bir yerdə eləyirəm. Saç şəkil qəşəng çıxsın deyə. Burada videoda amma eləməmişəm. Daha sonra isə o corabın üst hissəsini açırsınız, sancaqla tutturduğunuz yeri və keçirirsiniz içindən. Və beləliklə saçınız hazır olur. Corabla məncə çox qəşəng olur, çox qəşəng şəkilləndirir. Bu arada böyük ehtimal bu videonu elədiyim gün editləyib bitirəcəyimə görə sonucunun necə olduğunu siz bu videoda görə bilməyəcəksiniz. Amma yəqin ki, mən postlarda paylaşırım sizin üçün necə olduğunu görəsiniz deyə. Bəli dostlar, indi dərmanlarımı atacağım. Bu arada mən bu ili full dərmanla keçirmişəm. Yəni yanvar və aprel ayından başqa bütün aylarda dərman atmışam. Sonra bəlkə eşqafımı yığışdıraram və kitabımı oxuyaram. Bu gün də bitirərəm. Bu qədər idi. Sağ olun.